Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Səyidzadə nəzərinizə çatdırmaq istəyirəm ki, bir sıra müavinət və birfəli yardımlar artıb. Əlbəttə ki, Vüqar Bayramov bu barədə məlumat verib. Amma mən əlvi şəxs olduğum üçün, əli arabasında olduğum üçün daha çox sevindiren cəhət ondan ibarətdir ki, iş yerində xəsarət almış şəxslər müəyyən müavinətlər artıb. Yəni iş yeri tərəfindən verilən müavinətlər. İndi ətraflı videoya baxaq, hörmətli izləyicilər. Daha düzgün qulaq asaq, mən göstərə bilmirəm YouTube qaydalarına görə. Ancaq səsləndirə bilirəm. İzləyə biləyədik, sonra söhbəti davam edək. Buyur, baxaq. Bir sıra sosial müavinətlərdə artıq artımlar reallaşır. Belə ki, bu ildən etibarən Yeri gəlmişəm, hörmətli izləyicilər, onu qeyd edin ki, istər müavinətlər olsun, istər pensiya olsun, istər sosial yardım olsun, istər digər məsələlər olsun, hüquqi məsləhət alması mənim telefonumla videonun izah yerində qeyd olunub. Eyni zamanda YouTube kanalı şut bölməsində istənilən videonun üzərində var. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır, hörmətli izləyicilər. Bugün davam edək. Məlumatı çatdırdım. 3 sosial müavinətin məbləğində artımlar qeydə alınıb. Əvvəla minimum əmək artması, beləcə də minimum pensiyanın artması bəzi müavinətlərin məbləğinə birbaşa təsir göstərir. Çünki həmin məbləğlər birbaşa minimum əmək, beləcə də minimum pensiya məbləği ilə bağlıdır. Və təbii ki, müavinətlərdən biri cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən müavinətdir. Bu müavinət məbləği minimum əməkinin 4 misli həcmindədir. Yəni, bu deməkdir ki, həmin müavinətin məbləği 1380 manatdan 1600 manata qədər yüksəlir. Digər müavinət özəlləşdirilən və icraçılara verilən müavinətdir. Bu müavinət məbləği göstərir, çünki həmin məbləğlər birbaşa minimum əmək, beləcə də minimum pensiya məbləği ilə bağlıdır. Və təbii ki, müavinətlərdən biri cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilən müavinətdir. Bu müavinət məbləği minimum əməkinin 4 misli həcmindədir. Yəni, bu deməkdir ki, həmin müavinətin məbləği 1380 manatdan 1600 manata qədər yüksəlir. Digər müavinət özəlləşdirilən. Bu həbsxanadan çıxan şəxslərə aiddir, hörmətli izləyicilər. Və idarəetməyə verilən dövlət müəssisələrində həm çalışan işçilərin, eyni zamanda istehsal qəzası və peşə xəstəliyi nəticəsində özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində minimum əməkinin 4 misli həcmindədir. Yəni, bu deməkdir ki, həmin müavinətin məbləği 1380 manatdan 1600 manata qədər yüksəlir. Digər müavinət özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində həm çalışan işçilərin, eyni zamanda istehsal qəzası və peşə xəstəliyi nəticəsində sağlamlıq itirən və ya dünyasını dəyişən vətəndaşlarımıza və eləcə də onun ailələrinə verilən müavinətlərdir. Belə ki, sağlamlığın itirən vətəndaşlarımızda bu sağlamlığın itirmə faizi ilə müəyyənləşir. Məsələn, əgər istehsalatda qəza nəticəsində vətəndaş sağlamlığının 80%-ni itiribsə, o zaman minimum əməkinin 80%, yəni əvvəl 276 manat, indi isə minimum əmək artığı üçün 320 manat vəsait alır, aylıq ödənişdən istifadə edir. Eyni zamanda təbii ki, bu nəzərə alsaq ki, artıq 50 dərəcəsinə görə də burada artıq ayrıca ödənişlər həyata keçirilir. Digər istiqamət dəfnə görə verilən müavinətdir. Dəfnə görə verilən müavinətin məbləği minimum pensiya məbləği ilə müəyyənləşir. Minimum pensiya məbləği artdığı üçün dəfnə görə verilən müavinətin məbləğində də artımlar var. Belə ki, dəfnə görə müavinət minimum pensiyanın 3 misli həcmində müəyyənləşir. Əvvəllər bu 840 manat idi, çünki minimum pensiya 280 manat idi. Artıq minimum pensiya 320 manat olduğuna görə bu rəqəm 960 manata qədər yüksəlir. O baxımdan Hörmətli izləyicilər, mən bu peşə istehsalatında xəsarət almış şəxslərdən baxıb bildirmək istəyirəm ki, məsəl üçün, belə deyəydim, 3-cü qrup əllərdə əmək qabiliyyəti 31%-dən 61% qədər hesablanır.
İkinci qrupa əvvəldə 61%-dən 81%-ə qədər, birinci qrupa əvvəldə 81-dən 100-ə qədər hesablanır. Həmin faizi götürür və hörmətli icracı, minimum əmək haqqının həmin misli qədər. Tutaq ki 30% itiribsə 31%. O halda yəni minimum əmək haqqının 31% qədər verir. Məsəl üçün 124 manat məsəl üçün. İkinci qrupdursa artıq bu 61-dən yuxarı verir. Burada 240 manatdan yuxarı belə götürək ümumi. Məsəl üçün birinci qrupdursa 81% yazılıbsa və yaxud 100% yazılıbsa, onun da minimum əmək haqqını hörmətli icracı, yəni ki belə deyək də 100% qədər verir. Bu hamısı nəzərə alınmalıdır. Bu imtahana qulaq asın. Amma digər dəfn provizorluğu da ümumi vətəndaşlara aiddir o. Tək istehsalatda, yəni rəhminə gedənlər yox. Digərlərə də aiddir. Buyurun qulaq asaq. Bu rəqəm 960 manata qədər yüksəlir. O baxımdan minimum əmək haqqı, beləcə də minimum pensiyaya bağlı olan müavinətlərdə artıq artımlar qeyd alınıb. Bunlar birdəfəlik müavinətlər və eyni zamanda aylıq müavinətlərdir. Çünki minimum əmək haqqının artması və ya minimum pensiyanın artması həmin müavinətlərin məbləğini avtomatik olaraq artırır və bu artımlar da artıq reallaşmaqdadır və artıq qüvvədədir. Digər minimum pensiya və minimum əmək haqqı ilə bağlı olmayan sosial müavinətlərin artırılması ilə bağlı Cənab Prezident tərəfindən artıq göstəriş verilir və təbii ki, həmin göstəriş uyğun olaraq Nazirlər Kabineti bu ayın ikinci yarısı təkliflərini təqdim edəcək və təkliflər təqdim olunduqdan sonra təbii ki, artıq digər hansı... Söhbət bilsin nədən gedir, hörmətli icracı? İşləməyən ikinci, birinci qrupa əvvəldən hansı ki, o müavinətin belə minimum əmək haqqına və yaxud minimum ehtiyacı meyarına asılı olmayaq təyin olunduğu müstəqil, onlara baxacaqlar. Hörmətli icracı, nəzərə alın. Bəyənin videonu, qoy hamı bilsin, zəhmət olmasa. Sosial müavinətlərdə və təqaüdlərdə artımların olacağı bəlli olacaq. Amma təbii ki, bununla bağlı dövlət başçısı tərəfindən tapşırıq verildiyi üçün gözlənilir ki, bu artımlar da məhz yaxın zamanlarda reallaşacaq. O baxımdan bəzi müavinətlər birbaşa keyfiyyət meyarlarına və ya minimum əmək haqqı və minimum pensiya bağlıdır. Minimum əmək haqqı və minimum pensiya artan zaman həmin müavinətlərin məbləğində artımlar olur. Bu artıq qanun tələbidir və bununla bağlı ayrıca hər hansı bir sənədin imzalanmasına ehtiyac olmur. Çünki qanun həmin müavinətlərin məbləğini praktik olaraq minimum pensiya və minimum əmək haqqı ilə əlaqələndirib, uzlaşdırır. Amma digər müavinətlərlə bağlı təbii ki, xüsusi sənəd, ayrıca sənədlər imzalanır və həmin sənədlər imzalandıqdan sonra təbii ki, bu istiqamətdə artımlar reallaşır. O baxımdan martın ikinci yarısı Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunduqdan sonra hansı müavinət və təqaüdlərdə artımların olacağı təbii ki, aydınlaşacaq. Bu reklamda üzrü sayım, hörmətli icracı. Və onda bu dəfn pulu var idi, 960 manat belə deyək. Bir də ki, həbsxanadan çıxandıqda və ya 1600 manat var idi. Onlar əslində müavinət sayılmır, hörmətli icracı. Onlar bir dəfə yardımdır. Bunu nəzərə alın. Burada müavinəti var, amma elə o bir dəfə yardımdır. Müavinət olur ki, hər ay verirsən, hörmətli icracı. Dediyim kimi, hüquqi məsləhət alması üçün mənim telefonuma videonun izahı yerində YouTube kanalına qeyd olunur və ya YouTube kanalının şot bölməsində istənilən videonun üzərində var. Qət nüməndə hörmətli icracı. Dəstək üçün kanala iyanə də edə bilərsiniz. Eyni zamanda həmin qət nüməsinə hüquqi məsləhət almasını ödənişlər də edə bilərsiniz. Diqqətli qalın, sağ olun. Sağ olun.